İddia edirlər ki, dilimiz zəngin deyil deyə mən özümü deyək ki, bu və ya digər dildə ifadə edirəm. Cənab Prezident də qeyd elədi onu ki, qədim və zəngin dilimiz var. Bu şəxslərə siz nə deyərdiniz? Yəni dilimiz zəngin deyil, ona görə biz başqa dildə danışırıq. Neçə illər bundan qabaq mənim bir filosof dostum var, indi dünyasını dəyişib Allah ona rəhmət eləsin. Çox gözəl dili, çox gözəl təfəkkürü, yaxşı yazı mədəniyyəti var idi. Onun bir məqaləsi çıxmışdı. Mən ona kəskin cavab yazmışdım Ayna qəzetində. Yəni orada da fikir bundan ki, təxminən Azərbaycan dilinin ifadə imkanları məhduddur. Dil güya problemlidir və s. Mən orada da bu fikri ifadə elədim ki, dildə heç bir qüsur yoxdur. Qüsur təfəkkürdədir. Bəli. Düşüncə tərzində. Savadsızlıqdadır. Bəli, biraz elə sərt yazmamışdım. Yəni ki, sənin informasiyan, oxun, mütaliən, yazı. Kitab az oxuyursansa, bilmirsənsə. Əgər onu bilmirsənsə, bu dilin imkanları çox böyükdür. Bəli. Bu dildə Feyerbaxı tərcümə edirlər, Hegel tərcümə edirlər, Kantdan Friedrich olan Nietzscheni tərcümə edirlər. Nietzscheni deməli tərcümə edirlər.